Tabi Dede Korkut eposu hakkında yanlış fikir müəyyən edin. Hər boyun müstəqil süjet xətti və özünə məxsus kompozisiyası var. Əlbəttə ki, doğrudur. Bütöv dastanın yox. Hər boyun müstəqil süjet xətti var. El obaya layiq gənclərin tərbiyə edilməsi bədii həlli verilmiş problemlərdəndir. Doğrudur. Məsələn, Qazanxan Uruzlu el obaya layiq bir gənc kimi, Oğuz elinə layiq bir gənc kimi yetişdirmək istəyir. Sözlərin böyük əksəriyyəti ərəb fars mənşəli olsa da dili anlaşılandı. Bu yanlışdır. Çünki bu bilirik ki, bu abidə dilimizi öyrənmək üçün möhtəbər mənbədir. Burada böyük əksəriyyət türk mənşəli sözlərdir. Cavab elə budur. Digər variantlar doğrudur.